Bürclərə yay tətilini harda keçirək desən, nə edər? Oy Allah. Həyatım, Hacı, yay tətilini harda keçirək? necə orada? Əlbəttə ki, çox gözəl və əsl istirahət yerlərinin birində. Doğrudan, harda? Evdə. Gəldiysən. Həyatım, yay tətilini harda keçirək? Mənə yay tətili demə. Nə olar canım, bilmirəm neyləyim. Mən hara qaçım, tətilin nə fərqi var ki? İncitmə məni, maaş alan kimi aparacam rayona səni. İmkan yoxdur da. Həyatım, yay tətilini harda keçirək? Nətər yəni orada? Sən gelirsən tədəvvül arabasına, mən də girəm Antalya'ya. Üç qızlar doluyur. Nə? Qazlar doluydu. Qaz istəmirdin, qaz da qaz. Qazlar. Belə qəşəngdən qaz aldım da səni gətirdim evə. Otur qəşəng yeməklər pişirməyətin, hə? Həyatım, Ay canım. yay tətilini harda keçirək? Bilən arası. Mənim ürəyim Dubaya. Az gedirək Dubaz buradan. Süsək köpəyin qızı. Dubaya. Yox be. Dədəm babam Dubay görüb asya. Ondan sonra küldəməyə gedəlim. Nereye ikisi də ot tutub yanında elə. Həyatım, yay tətilini harda keçirək? Əzim, yay tətilini keçirmək üçün nə lazımdır? Əlbəttə ki, pul qazanmaq. Pul qazanmaq, pul. Bəs pul qazanmaq üçün nə lazımdır? İşləmək lazımdır da. Yanlışım var. Lazımdır. Məndə də o yoxdur. Həyatım, Nədə? yay tətilini harda keçirək? Az bilmirəm. Denəndə harda keçirək? Yaxşı da. Az sual verdim, bilmirəm də başa düşmüşsən. İngiliscə deyim, I don't know. Не знаю. Hələ beni ilahlı. Həyatım, yay tətilini harda keçirək? Əzim, eşidirsən məni? Yatma da, hey. Yatıb iyi bu da. Həyatım, yay tətilini harda keçirək? Nə yaptı oturuz? Nədir? Yayda yay tətili. Az qış deyil. Yaxşı da, qışda deyil, məzələrsən məndən. Az mən elə qışdı, soğukda olur ya, sən bir atap ilə tut yanırsan. Güneş sıvı, oy. Həzim belə. Həyatım, yay tətilini harda keçirək? Əzim xatırlayırsan da yəni uşaqlar necə də böyüdü. Zaman görsən necə tez gəlib keçir. Adam fikir verir Allah'ın olsun ha. O gün uşaq idilər, necə böyüdülər, dəhşətlidir. Eşidirsən məni, deyirəm yay Baxça tətili. mənim var idi, bunun yanında da ay Allah, ölürdüm də, komediyadır da, təsəllə. Rafiqin baxça mənim yoxdur, bizimki. Ölürdüm də dəhşət ha. Bəs sizdə Teymur Fıratma ha? Şey var idi, böyle hovza etmişdik de, yanında da, orayı da, süper da. Həyatım, yay tətilini harda keçirək? Necə yanarda? Əlbəttə ki, sənin ən çox sevdiyin yerdə. Antalyada. Azın Antalya, gedirim rayona anam gilə. 3 ay orada qalaqdan bir dincələr nə olacaq bu? Dəhşət deyil, yox, Antalya, öldürəm mən Antalya. Həyatım, yay tətilini harda keçirək? İşte, məndən niyə soruşsan? Gel ərindən soruş da, o dəli. Ay xəstə, ərimsən sən də. Doğrudan? Hadi keçmədə sənər. Alo, ay bacı. Az yay tətilini harda keçirirsən? Antalya'dan dincələm, hə. Lezdən kamda uçamışıq. Ay bala, baxmayın bir-birinizi. Hə, hovuzlar elə. Maşallah, gözləyməsin. Ha, can sen de kısmet olar. Can. Götürəm onda özünə var. Oldu davay da. Sen başa düşmezsin. Ay bala yemek yemişsiniz?